Değerli izləyicilərimiz, bugün sizə Dərnəgül metrosunun çıxışında 14 mərtəbəli binanın 11-ci mərtəbəsində faizsiz daxili kreditlə satılan bir mənzili sizlərə çəkib təqdim edəcəm. 180 min manat ilkin ödənişdir. 3 otaqdır, tam təmirlidir, əşyalıdır və bina tam kupçalı binadır. Mənzili təqdim edəcəm. Videonun sonunda sizə mənzilin qiyməti və daha ətraflı məlumatını qeyd edəcəm. Giriş qapımız burada yerləşir. Daxil olduqda solda güzgülü açarlıq hissələr, qarşımızda qardırop hissəsi yerləşir. Döşəmədə qranit mərmər və istipoldan istifadə olunub. Belə bir gözəl dəhliz hissə qarşılayır. Divarda Venesiya məxməri boyalardan, lepqa və daraq işləmələrdən və güzgü kantlardan istifadə olunub. Baxın, hündürlük çox gözəldir, genişdir, işıqdır. Orada mənzilin qonaq otağı, birinci yataq otağı, ikinci yataq otağı və mənzilin qonaq otağının qarşısında mətbəx hissəsi yerləşir və bütün otaqların pəncərəsi mövcuddur. Burada mənzilin tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir. Lazım olan aksesuarlarla tam şəkildə yerləşdirilib. Döşəmə, qranit mərmər və istifola təchiz olunub. Dəhliz, sanitar qovşaqları və mənzilin mətbəxi istifola təchiz olunub. Baxın, belə bir gözəl sanitar qovşaq yerləşir. Burada hamam, tualet ayrı-ayrılıdır. Qeyd etdiyimiz kimi, baxın, burada güzgülü, moydadır hissələr tam hazır şəkildədir. Müasir dəbə və zövqə uyğun şəkildə təmir edilib və təchiz edilib. Burada mənzilimizin gözəl bir qonaq otağı yerləşir. Dizayn əsasında təmir olunub mənzilimiz qeyd edək. Dizayn əsasında da lazım olan bütün əşyalar tam şəkildə təchiz olunub. Baxın, belə bir TV stand hissə və televizor yerləşdirilib. Kondisioner soyutma sistemi, yemək masası və divan, kreslo. Tam şəkildə hazır bir qonaq otağı və qonaq otağından mətbəxə keçid hissəmiz var. Belə bir gözəl mətbəx hissə və mətbəxdən eyvana çıxış mövcuddur. Yığılmış mətbəx mebelini görürsünüz. Lazım olan bütün əşyalar və texnikalarla tam şəkildə təchiz olunub. Döşəmə burada da qranit mərmər və istifola təchiz olunmuşdur. Keçək digər hissələrinə. Mənzilin yataq otaqlarını sizlərə təqdim edim. Burada mənzilin uşaq yataq otağı yerləşir. Uşaq yataq otağından da eyvana çıxış var. Bu istiqamətdə baxış şəhər istiqamətindədir. Baxın, sağ hissədə isə Dərnəgül metrosu yerləşir. Dərnəgül metrosunun düz çıxışındadır. Uşaq yataq otağını görürsünüz. Baxın, bu şəkildədir. Uşaq yataq otağı tam hazırdır. Hər bir detal düşünülərək hazır vəziyyətə gətirilib. Burada isə mənzilimizin əsas yataq otağı yerləşir. Dəyərli izləyicilərimiz, əsas yataq otağımız digər yataq otağına nisbətən kifayət qədər geniş sahəyə malikdir. Make-up masası yerləşdirilib, işıqlı və belə bir gözəl yataq dəsti ilə təchiz olunub. Divarda qeyd etdiyimiz kimi məxməri boyalardan, daraq və güzgü işləmələrdən istifadə olunub. Yataq otağında lazım olan əşyalar da qardırop hissəsi də tam şəkildə yerləşdirilib. Keçək indi mənzili ümumi bir daha sizlərə təqdim edim. Baxın, giriş qapısı, güzgülü açarlıq hissə, qardırop hissəsi, əsas yataq otağı, uşaq yataq otağı, qonaq otağı qarşısında mətbəx hissəsi, burada isə hamamı və tualet hissəsi. Yəni videoda gedişatda olduğu kimi. Mənzilin qiymətinə gələk. İlkin ödəniş qeyd etdiyimiz kimi 180 min manatdır. Daxili faizsiz kreditlə satılır. 2600 manat aylıq ödənişlə 56 ay müddətində mənzil daxili faizsiz kreditlə əldə edə bilər. İstəsəniz nağd qiyməti ödəyə bilərsiniz. Əgər əlinizdə artıq bir məbləğ varsa, ödəyib aylıq ödənişi aşağı salmaq da mümkündür. Real alıcıya qiymətdə endirmə olacaq. Mənzil gördüyünüz bütün əşya və texnikalarla birlikdə satılır və təmirdən sonra da yaşayış olmayıb. Daha da onun və ətraflı məlumat üçün səhifəmizə əlaqə nömrəsi var. Əlaqə saxlaya bilər. Mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.